Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Demək, biz bu günləri indi mən sizə göstərəcəm. Bizə Hacıqabul rayonundan bir şikayətlə bağlı getdik, ekologiya vəziyyətlə bağlı və getdik həmin yerdə çəkilişlər elədik. Bizi ağrıdan bir şeydir ki, indi mən onu sizə göstərəcəm. Bu qədər əlaqəli qurumlar var. Heç biri buna bu vəziyyətə məhəl qoymurlar. Ümumiyyətlə nəsə bizim belə milli psixologiyamızda var. Bu ekologiya ilə, təbiətlə bağlı elə də ciddi yanaşmırıq heç bir məsələlərə. Çox dəhşətli bir vəziyyətdən biz rastlaşdıq. Təsəvvür edin ki, həmin o zibilxana olunan yer ağac bitmir orada. Həmin bax o tala kimi qalıb orada. Bu çox belə biabırçı bir vəziyyətdədir həmin o yer. Biz getdik, baxdıq, mən indi orada dedik onu yığışdırsınlar. İndi baxaq görə onu necə yığışdıracaqlar, necə tədbir görəcəklər. Yəni biz indi əlaqəli qurumlarla da ki, əlaqə saxlamağa hazırıq. Əslində qalsa onlar özləri bizlə əlaqə saxlayıb fikir bildirmədilər. Bizim o çəkdiyimiz süjetə zəhmət olmasa baxın, sonra fikrimizə davam edəcəyik. Salam, hər vaxtınız xeyir olsun, əziz Qopuz TV tamaşaçıları. Bu günləri bizə, demək, ofisimizə müraciət olunub Hacıqabul rayonundan. Onunla bağlı biz bugün Hacıqabul rayonuna səfər edirik və orada ekoloji tarazlığın pozulması ilə bağlı bir məlumat gəlib. Onunla bağlı biz gedib həmin yerdən çəkiliş aparacağıq və sonra bütün aydınlığı biz sizə verəcək həmin hadisə yerindən. Demək, bizə deyilib ki, məlumatda deyilir Hacıqabul rayonunun demək, Xilə kəndi ərazisində də həmin yer Meyniman kəndinə çatmamış, Xilə kəndinin ərazisindədir. İndi biz həmin yerə gedirik. Buyurun, çəkilişlərimizi izləyin. Salam, əziz dostlar, bir daha sizi salamlayıram. Demək, biz gəldik həmin o, belə deyək də, hadisə yerinə, baş verən yerə. Biz artıq Hacıqabul rayonunun həmin deyilən yeridir. Bura o Xilə kəndinin ərazisidir. Camaatdan da öyrəndi, amma Meyniman kəndidir qabaqda, ora çatmamış bir ərazidir. İndi siz ətrafı görürsünüz burada. Ekologiyanı hansı formada, necə məhv eləyiblər burada. Baxın diqqətlə, hər kəs görsün. Bizim məqsədimiz bilirsiniz nədir? Bütün bunların qarşısını almaqdır. Bax, o tərəflər, digər tərəflərdə də kilometrlərlə uzanır bu zibillik. Kilometrlərlə uzanır. Burada ən faciəli iş bilirsiniz nədir? Burada həm bura meşə, Sabirabad Meşə Təsərrüfatı İdarəsinin ərazisidir. Eyni zamanda da Şirvan şəhərində yerləşən ekologiya idarəsi deyirlər. Həmin o idarənin nəzarəti altında olan bir ərazidir bura. Baxın, görün hansı vəziyyətdədir. İnsan dəhşətə gəlir. Dəhşətə gəlirsən, bu dəhşətdir. Bu bir faciədir, bu dəhşətdir. Cənab Prezident dəfələrlə ekologiya ilə bağlı çağırışlar etdi. Dəfələrlə ekologiya ilə bağlı bəyanatlar verir və verməkdədir. Lakin yerlərdə oturan, postlarda oturan bəzi vəzifə adamları qətiyyən bütün bunların heç birə məhəl qoymurlar. Baxın və nəticədə də belə bir vəhşət, belə bir dəhşət meydana gəlib çıxıb. Baxın, görün, nə dəhşətlidir bu. Operatordan xahiş elə bunu ətraflı çəksin. Qoy. İndi biz imkan yoxdur bunun hər tərəflərini ölçməyə. Bax, qarşıda da var, öndə. 1 kilometr uzunluğunda demək olar ki, zolaq gedir. Hamısı bu vəziyyətdədir və bu biri digər tərəfə də baxan digər. Bax, burada da eyni zamanda baxın. Hörmətli tamaşaçılar, baxın. Baxın, görün hara qədər uzanıb gedir. Göz gördükcə uzanıb gedir bu zibilxana. Bu zibilxana, bu dəhşət, bu vəhşət. Bu ekoloji cinayətdir. Bu ekoloji soyqırımdır. İnsanlar bunu görsünlər, dərk eləsinlər, bunun ağırlığını dərk eləsinlər heç olmasa. Bu bir vicdansızlıqdır. Vicdansızlıqdır. Bunun başqa bir adı yoxdur. Baxın, ətrafda da bu dəhşətli bir şeydir.
Əziz dostlar, indi də başqa bir rakustan baxırıq bura. Baxın, bura bənddir. Bu tərəfdə Kür çayıdır. Bax o iri söyüd ağacları görünür. Bax o Kür çayının qırağındadır o söyüd ağacları. Baxın, buradan da daha dəqiq görükür. Bax o qalınlığa bax. Dəhşətdir, dəhşət. Nə, bunun adı nədir? Biz buradan kifayət qədər çəkilişimizi apardıq, göstərdik. Buradan biz xahiş edirik. Qopuz media olaraq, həm də mən regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyin sədri olaraq əlaqəli təşkilatın rəhbərlərinə təcili bu məsələni burada düzəltsinlər. Bu zibilxana təcili olaraq burada ləğv olunsun. Təcili olaraq bizim ölkə ictimaiyyətinin nümayəndələri olaraq xahişimiz budur. Çox sağ olun əziz dostlar, bizimlə olduğunuza görə. Gələn çəkilişlərdə görüşənə qədər. Əziz dostlar, gördünüz də vəziyyəti. Hələ bizim kamera onu, yəni uzaqdan çəkir, görsənmir. Elə də çox nəzərə çarpmır. Siz özünüz orada olsanız dəhşətə gələrsiniz. Dəhşətə gələrsiniz. Nəsə kameranın çəkdiyi zibilxana, gözümüzlə gördüyümüz zibilxanadan çox-çox az təsir bağışlayır adama. Yəni o yerə görsəniz, yəni bir süjeçdə mən onu yaxından çəkiliş biz apardıq. Bax, həmin bütün yer həmin o vəziyyətdədir. Bununla bağlı yəqin ki Şirvan Ekologiya İdarəsi var. Bir neçə rayona baxırlar, onlar nəzarət edirlər. Hacıqabul da onların tərkibindədir. Yəqin ki, onlar bir qərar qəbul edəcək. Hacıqabul rayonunun müvafiq qurumları var. Bununla bağlı onu qərar qəbul edəcəklər və orada həmin o məsələyə cavabdeh qurumlar cəzalanmalıdır. Cəzalanmalıdır. İstər inzibati qaydada, istər cinayət işi başlanılmalıdır o adamlar üçün orada. Siz baxın, görün, gedib orada ekologiyanı necə məhv ediblər, ağac çıxmır ora. Biz indi hələlik bu məsələni diqqətdə saxlayacaq. Amma hələlik biz bugünkü bu verilişi, bu məsələni biz bununla da burada qapatmaq istəyirik. Çünki deyiləsi sözlər çoxdur. Biz ölkə ictimaiyyətinin nümayəndələri olaraq Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin İctimai Birliyin sədri olaraq, Qopuz Media qrupunun rəhbəri olaraq tələb edirəm. Bu adamlar Azərbaycan Respublikası qanunverici çərçivəsində məsuliyyət daşıyan adamlar cəzalandırılmalıdır. İndi bayaq dediyim kimi təkrar edirəm, ya inzibati qaydada, ya da cinayət işi başlanmalıdır. Həmin cavabdeh qurumlar, cavabdeh insanlara. Hələlik bu qədər. Çox sağ olun. Yenə təkrar edirəm. Bu məsələni biz diqqətdə saxlayacaq. Yəqin ki, bununla bağlı bizim çəkilişlərimiz davam edəcək. Çox sağ olun. Gecəniz xeyrə qalsın.